Salam olsun hər kəsə. Demək uşaqlar, mən sizinlə bu gün Biologiya 2023 dimə aid 3 dənə məsələ, yəni yuxuya aid olan məsələlərin həllinə, izahına baxacağıq. Demək başlayaq burada. Mən baxırdım, 3 dənə məsələ qabağıma çıxdı. 27 idi, 28 idi, 29 idi. Yəni bunları izah eləyəcəm. Hə, bir də desən 30 var burada. 30. Deməli, bunların ikisi eynidir də, yəni hərəsindən birini deyəcəm, digərini siz özünüz eləyəcəksiniz. Deməli, 27-ci sualda deyir ki, insanın cəmi 8 yuxu fazasında yatdığını və burada deyir ki, fazaları minimal davam etmə müddəti şəraitində qəbul etsək, insanın cəmi 8 yuxu fazasında yatdığını. Uşaqlar, biz bilirik ki, ümumiyyətlə insanda bir sikl 2 fazadan ibarətdir. Yəni ləng yuxu fazası, tez yuxu fazası. İnsan ilk dəfə gözünü yumub yuxuya gedəndə ləng yuxu fazasından yatır və ləng yuxu fazasının davam etmə müddəti minimum 1 saat, maksimum 1 saat yarım. Yəni 1.5 saat. Həmin o müddət qutarandan sonra keçir insan tez yuxu fazasına. Tez yuxu fazasının da davam etmə müddəti minimum 10 dəqiqədir. Maksimum 15 dəqiqədir. Səhərə yaxın isə bu rəqəmlər dəyişir. Minimum 20 dəqiqə olur, maksimum 30 dəqiqə olur. Bunu bildik. İndi məsələyə baxırıq. Deyir ki, insanın cəmi 8 yuxu fazasında yatdığını qəbul etsək. 8 yuxu fazası yatıbsa, deməli burada 4 sikl var. Biz dedik axı, hər sikl 2 fazadan ibarətdir. 8 yuxu fazası yatıbsa, deməli 4 sikli var. İndi necə o 4 sikli göstəririk? Belə göstəririk. Bunu yumrunu sikli nəzərə alsaq, bunun yuxarısı ləng yuxu fazası, aşağısı da tez yuxu fazasıdır. 2, 4, ləng yuxu, tez yuxu, ləng yuxu, tez yuxu. Deməli, birinci faza 2, 4, 6, bu da olacaq 8. 8 yuxu fazasını çəkdik. Deyir ki, yatdığı minimal davam eləyib. Ləng yuxu dedik axı, minimal olaraq 1, maksimal olaraq 1 saat yarım. Yəni 1.5-dir. İndi burada məsələdə bizdə minimal soruşur. Deməli, ləng yuxu fazasını 1 saatdan götürürəm. Tez yuxu fazasını isə 10 dəqiqədən götürürəm. Çünki minimum 10 dəqiqə, maksimum 15 dəqiqə. Səhərə yaxın, belə deyək, 20 dəqiqə və 30 dəqiqə olurdu tez yuxu fazası. Deməli, ləng yuxunu 1 saat götürürəm, tez yuxunu 10 dəqiqə götürürəm, 1 saat, 10 dəqiqə. Sonuncu fazanın tez yuxusunu isə minimal dediyinə görə davam etmə müddəti 25 dəqiqə deyir. Mötərizədə bizə özü verib rəqəmi. Deməli, sonuncu tez yuxu fazasını 25 dəqiqə götürürəm. Əgər mötərizədə bizə verməsə, minimum 20, maksimum 30 dəqiqə səhərə yaxın yuxunu götürə bilərik. Yəni siklin davam etmə müddətini. İndi baxırıq. Dəqiqələri yazdıq, saatı yazdıq, baxırıq indi məsələdə bizdən nə istəyir? O cəmi nə qədər yatmışdır? Üstünə deyir ki, nə qədər yatıb bu insan. İndi bu fazaları toplayırıq hamısını. Ləng yuxu 1 saat, 2 saat, 3 saat, 4 saatdır. Ləng yuxu 4 saat. Tez yuxu 10 dəqiqə, 20 dəqiqə, bax 10 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə, burada 25 dəqiqə var. Deməli 55 dəqiqə. Nə olacaq? 4 saat 55 dəqiqə. Yəni bunları toplayacaq, olacaq 4 saat 55 dəqiqə. Var cavabda. 27-də cavab C variantı. Aydın oldu, ümid eləyirəm ki, aydın oldu. 28-də də 27-sindən, yəni eynidir. 27 ilə eynidir. Bunu da özünüz eləyəcəksiniz. İndi 29-a baxıram. 29-dan da 30 eynidir. Mən 29-u deyəcəm. 30-u da siz özünüz baxacaqsınız. Baxırıq. Ümid edirəm ki, bu yazdıqlarım aydın oldu. Bunu silirəm indi hamısını. Baxırıq. 29-da deyir ki, insanda 5 yuxu sikli baş vermişdir. Uşaqlar, insanda əsasən
7-8 saatlıq yuxu qanununda hardasa 4-5 sikldən ibarətdir o 7-8 saatlıq yuxu. Burada isə bizdən 5 yuxu sikli deyir ki, baş vermişdir. Uşaqlar 5 yuxu sikli baş vermişdirsə, deməli burada 10 dənə faza var. Bax bu sikli bunun yumrunu qəbul edirik. Bax 5 dənə çəkirik. 3, 4, 5 dənə çəkdik. Deməli hər sikldə ləng yuxu və tez yuxu fazasından ibarətdir. Bunu da yazdıq. Hər yuxuda ləng və tez yuxu, hər sikldə ləng və tez yuxu fazasından ibarətdir. İndi bizdə burada nə deyir? Ləng və tez yuxu fazalarının maksimal müddətdə baş verdiyini nəzərə alsaq, biz demişdik ki, ləng yuxu minimal 1 saat, maksimum 1 saat yarım davam edir. Deməli, ləng yuxu 1.5 saat, bunların hamısı 1.5 saat, 1.5 saat, 1.5 saat, bu da 1.5 saat. Bu da 1.5 saat. Götürsək. İndi ləng yuxu deməli maksimal ləng və tez yuxu fazasının hər ikisi elə bil ki, maksimal müddətdə baş verib də. Deməli burada da tez yuxu 15 dəqiqə götürürük. Tez yuxu 15 dəqiqə. Mötərizədə nəsə sonuncu yuxu tez yuxu fazasının verməyib. Deməli biz onu özümüz götürəcəyik. Tez yuxu 15 dəqiqə, tez yuxu 15 dəqiqə. Axırda isə səhərə yaxın tez yuxunu isə 30 dəqiqədən götürəcəyik. Çünki demişdik ki, minimum 20, maksimum 30 dəqiqə olur sonuncu səhərə yaxın tez yuxu fazası. Bunu da 30-la götürsək. 30-la götürsək, indi baxırıq. Bizdən nə istəyir məsələdə? Deməli, ləng yuxu fazalarının ümumi davam etmə müddəti tez yuxu fazalarının davam etmə müddətindən nə qədər çoxdur? Heç nə. Deyir ki, ləng yuxunun davam etmə müddəti tez yuxunun davam etmə müddətindən nə qədər çoxdur? Baxırıq, 1.5 saat. 1.5 saat nə qədər elədi? 3 saat. 1.5 saat, 1.5 saat. Nə qədər? Bu da 3 saat elədi. 6 saat. Burada da 1.5 saat var. 7 saat yarım. Yəni 7 saat 30 dəqiqə elədi bu ləng yuxu. Yaxşı yazım qoy. Silim. 7 saat 30 dəqiqə elədi ləng yuxu. İndi tez yuxuya baxırıq. 15 dəqiqə, 15 dəqiqə. Yarım saat, 15 dəqiqə, 15 dəqiqə, yarım saat. Hamısı bir yerdə 1 saat. Burada da 30 dəqiqə var. 1 saat 30 dəqiqə. Baxıram, indi 7 saat 30 dəqiqədən də çıxıram 1 saat 30 dəqiqəni, tapıram nəyi? 6 saatı. Cavab burada deməli, ləng yuxu fazası tez yuxu fazalarının nə qədər çox olar? 6 saat çox olar. Cavab yəni C variantı. 30 da eyni qayda ilədir. 30-u da siz özünüz eləyərsiniz. Çox sağ olun uşaqlar. Ümid eləyirəm ki, yararlı bir izah oldu. Neysə başa düşməsəz şərh bölməsində qeyd edərsiniz. Çox sağ olun.